Bugün Danimarkada Kopenhagen şəhərində Avropa Siyasi Birliyinin növbəti zirvə toplantısında biz nəhayət İlham Əliyevi görsək də təəssüflər olsun ki, ona ünvanladığımız suala cavabı ala bilmədik. O bizim sualımızı eşidib və sanki özünü eşitməməzliyə vuraraq bizdən yan keçdi. Təəssüflər olsun ki, İlham Əliyev başqa dövlət başçıları kimi jurnalistlərlə dövlət başçısına xas tərzdə açıq şəkildə ünsiyyətdən yayınıbdır. Görünür ki, jurnalistlərin sualına cavab verməyə bir sözü olmadığı üçün məhz bu taktiki gedişi seçibdir. Bugün biz bir daha əmin olduq ki, Azərbaycanda dövlət başçısı hər bir vətəndaşın fundamental hüququ, bilmə hüququna hörmətsiz yanaşaraq Azərbaycan xalqının, Azərbaycan cəmiyyətinin maraqlandıran ictimai-siyasi önəmli məsələlərə münasibət bildirməyə vaz keçdi. Biz ona Azərbaycanda 400 siyasi məhbusun mövcudluğu ilə bağlı sual vermək istədik. Sualımızı qismən də olsa səsləndirdik, o bunu eşitdi. Amma sualımıza cavab vermədi. Maraqlısı budur ki, təkcə bizim yox, eyni zamanda da həm dövlət televiziyasının, ictimai televiziyasının, dövlətin nəzərində olan bir neçə özəl Azərbaycan mətbuat qurumuna cənab Əliyev yaxınlaşmadı və onların da ona ünvanlamaq istədikləri sualları cavabsız qoydu. Bizdə bu qədər. Siz düşünün, yazın növbəti dəfə İlham Əliyevi görəndə ona hansı sualı sizin adınızdan verməli. Buyurun, münasibətlərinizi bildirin, suallarınızı yazın. Mütləq İlham Əliyevi gələn dəfə görəndə ona ünvanlayacağıq. Sağ olun.